Ya Allah, salam aleyküm değerli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Abşeron rayonu Saray qəsəbəsi. Değerli izləyicilər, 3 sotdan həyəti çoxdur. 3 nömrəli məktəbin tam yanıdır. Qazı, suyu, işığı. Değerli izləyicilər, 3 nömrəli məktəbin yanında çıxarış kənd təsərrüfatı təyinatlı. Bir də amma belə həyəti tək. Değerli izləyicilər, həyətin darvazasıdır. Bu evə var ha. Məni tanıyanlar bilirlər ki, mən necə keyfiyyətli, sözünü deyən. Rahatçılıqla da danışıram ki, bu evə gəlib bir dənə işində pritina tapan adama and ol Allaha deyirəm ki, sələtin başını bıraxaram da. Değerli izləyicilər, 8 daş kürsüdə, gəl bura. Həyət yanı sahəsinə bir dənə bax da bunu. Bir dənə həyət yanı sahəsinə bax, evin. Değerli izləyicilər, 3 sotdan çoxdur. Gəl bura qardaşım, gəl bura. Evin fundamenti betonudur, bax. Evin altına bir daha bakın. İndi keçid eləyəcəm çölə. Yəni bugünkü gündə keyfiyyətli ev istəyən and olsun Allaha gəlsin bu evə baxsın. Değerli izləyicilər, bax evin kəmərinə fikir verin. Normalda stroykadan bu işdən anlayış olan bilir. Normalda kəmərin üstündən 2 daş gedir, sonra krişa vurulur. Bax kəmərin üstündən 4 dərəcə daş. Evindəki yəni içinə girəcək 120 kvadrat, 3 otaq, tam full təmir. Bir dənə çək oranı. Amma məktəb də buradan bura məktəb 1 dəqiqəlik, 2 dəqiqəlik məktəbin məsafə var. Tam full təhvil olandan sonra değerli izləyicilər gələcəksiniz. Remotla bağlı istəyən gələ bilər beh verər. Deyər məsəl üçün mən bundan sonra bu remontu istəyirəm. Mənim üçün belə eləyin. Problem yoxdur. Yarımçıkili vəziyyətdə də verə bilər evi. Gəlib yenə özünüz danışacaqsınız. Yəni mən o barəyə qarışmıram. Ev yəhsi bunu sizə neçəyə verəcək, necə verəcək? Gəlin özünüz danışın ha yerində real. Ama iş ki təhvilə getdi. Təhvil bax indiki vaxtda gəlib məsəl üçün deyə bilərsiniz ki, məsəl üçün mən koridorda filan şey eləmək istəyirəm, filan dizayndır və s. axır. Özünüz gəlib danışa bilərsiniz. Gəl bura. Bax mətbəxdir gördüyünüz kimi. Yəqin ki bura stipol olacaq. Koridora kimi betondur gördüyünüz kimi. Yəni balaca kvadratda deyil də, dedim kvadrat, 120 kvadratdır. Bax. Gəl bura. Bax burada şəbəkə pəncərələrini görürsünüz də. Nuş olsun uşaqlar. Bax görürsünüz, tornupolun bir dənə çək. Camaat onu belə bir sıxmasın. Ayaq altına vurur, sonra da üstünü laxlayır. Gəzir ama burada tornupoldadır. Bax taxtasını çək, ağ appağıdır. Bax görürsünüz. Gəl bura. Bax burada sanitar qovşağıdır. Yəni Saray qəsəbəsində 4 dənə sazda telin evi varsa biri də budur. Bax, değerli izləyicilər. Görün də yəni. Görün. Super. Ben bunun patologuna bak. And olsun Allah, adam o taxtdan tornupolu. Yani adam iş görür evinde, iş görür. Deməli değerli izləyicilər, bu da növbəti bir otağımızdır. Hündürlüğü də ki 3 metr 20 santdır. 3 metr yok ha, 3.20. Patologun hündürlüğü super de, yani bu gün sarayda deyirəm 4 dənə. Bütün standartlara cavab verən ev varsa biri də budur. Reallıqla zəng eləyin gəlin.